Salam əziz uşaqlar, hər birinizi yenidən kanalımda xoş gördük. Bugün Azərbaycan dili 4-cü sinif 2-ci hissədən 7-ci bölməmiz olan elmi fantastika bölməsinin ilk mövzusu olan yad planetlər mövzusu ilə başlayırıq. 1A. Kosmos haqqında bildiklərinizi danışın. Ulduz, planet, peyk sözlərini izah edin. İnsanlar kosmosu necə tədqiq edirlər? İndiyə kimi kosmonavtlar hansı göy cisminə ayaq basıblar? Ay nədir? Sizcə Ay yaxındır yoxsa planetlər? Nəyə görə yerdən aya baxanda ay müxtəlif formalarda görünür? Günəş sistemində yerdən başqa hansı planetlər var? Bu planetlər haqqında bildiklərinizi danışın. Sizcə kosmosda onlardan başqa planetlər varmı? Dostlar, bu suallar ətrafında bildiklərimizi danışacağıq. İlk sualımız belə idi. Ulduz, planet, peyk sözlərini izah edin. Kainat, yer, göy, ulduzlar, planetlər və s. səma cisimlərinin hamısıdır. Ulduz, işıq və istilik saçan, ətrafında planetlər fırlanan səma cismi. Planet, ulduz ətrafında dövr edən kürə şəkilli səma cismi, peyk isə planet ətrafında hərəkət edən obyektdir. İnsanlar kosmosu necə tədqiq edirlər? İndiyə kimi kosmonavtlar hansı göy cisminə ayaq basıblar? Gəlin bu suala cavab axtaraq. İnsanlar kosmosu rəsədxanalarda astronomik cihazlar vasitəsilə tədqiq edirlər. Ay insan ayağının dəydiyi yeganə səma cismidir. 1969-cu ildə aya enən ilk insan Amerikalı Neil Armstrong olmuşdur. Ay nədir? Sizcə yerə ay yaxındır yoxsa planetlər? Nəyə görə yerdən baxanda ay müxtəlif formalarda görünür? Gəlin bu suala cavab axtaraq. Ay yerin peykidir. Ay yaxındır çünki ay yerin peykidir və onun ətrafında fırlanır. Axı biz dedik peyklər barəsində danışanda bu barədə. Biz ayı görürük, planetləri isə uzaq olduqları üçün aydın görə bilmirik. Ay işıq saçmır. O səthинə düşən günəş şüalarını əks etdirir. Ay yerin ətrafında fırlandıqca onun görünüşü tədricən dəyişir. Birinci gün o görünmür. Sonra aypara şəklində görünür. 14 gün ərzində bu aypara tədricən böyüyür və nəticədə ay bütöv görünür. Artıq sizə aydın oldu ki, ayın bu formada görünməsinin səbəbi nədir dostlar? Günəş sistemində yerdən başqa hansı planetlər var? Merkuri, Venera, Mars, Yupiter, Saturn, Uran və Neptun bunlar hamısı planetlərdir. Və son olaraq isə planetlər haqqında bildiklərinizi danışıb, kosmosda onlardan başqa planetlər varmı sual ətrafında özünüz müzakirə aparacaqsınız. B tapşırığına baxırıq. Oxuduğunuz əsərlər və baxdığınız filmlər əsasında yad planetlər haqqında bildiklərinizi danışın. Uşaqlar, yad planetlər haqqında nə bilirsiniz? Yadınıza salmaq istəyirəm ki, biz ötən siniflərdə belə bir mətn öyrənmişdik ki, uşaq ətrafı zibilləyirdi və yad planetli neynədi? Onun atdığı bütün zibilləri gətirib onun evinə yerləşdirdi ki, uşaq ətrafı zibilləməkdən əl çəksin. Başqa siz bildiyiniz əsərlər haqqında öz müzakirələrinizi aparın. C tapşırığına baxırıq. Yad planetlər mövcuddurmu? Mətnini dinləyirik. Aşağıdakı şəkillərə baxaraq mətndə səslənən telepatiya və telekinez sözlərinin mənalarını təxmin edirik. Gəlin başlayaq dostlar, diqqətlə mətni dinləyək. Yad planetlər mövcuddurmu? Kainatda milyardlarla ulduz var. Hər bir ulduzun ətrafında da planetlər dövr edir. Alimlərin qənaətinə görə, yer planetindən başqa digər planetlərdə də həyat mövcud ola bilər. Ancaq elmi axtarışlar hələ ki bir nəticə vermir. Dünyanın bir çox yerlərində müxtəlif insanlar səmada boşqaba bənzər uçan obyektlər gördüklərini iddia etmişlər. Onların dediyinə görə, uçan boşqablar işıq saçaraq yerə yaxınlaşır və bir müddətdən sonra yoxa çıxır. Hətta bəzi insanlar yad planetlərlə qarşılaşdıqlarını iddia edirlər. Bu iddialara görə onların iri, üçbucaq formalı başları və gözləri var. Dərilərinin rəngi yaşıldır. Yad planetlər həmçinin qeyri-adi xüsusiyyətlərə malikdir. Məsələn, onlar bir-birinin fikrini oxumağı bacarırlar. Bu telepatiya adlanır.
Diqqətlə qulaq asın uşaqlar. Bir-birinin fikrini oxumağı bacarmaq telepatiya adlanır. Bu məxluqlar baxışlarının gücü ilə müxtəlif əşyaları yerindən tərpədə, insanların davranışlarına təsir göstərə bilirlər. Bu bacarıq isə telekinez adlanır. Və burada da diqqətli olun uşaqlar. Baxışlarının gücü ilə müxtəlif əşyaları yerindən tərpətmə, insanların davranışlarına təsir göstərmə isə telekinez adlanır. Araşdırmalara görə telepatiya və telekinez qabiliyyətinə malik insanlarda var, lakin elə adamlara çox nadir təsadüf edilir. Yad planetlərlə bağlı dünyanın müxtəlif yerlərində saysız hesabsız məlumatlar, fotolar, videolar yayımlanır, filmlər çəkilir, əsərlər yazılır. Ancaq bu iddialar elmi cəhətdən sübut olunmadığı üçün bütün məlumatlar fərziyyə olaraq qalmaqdadır. Alimlər düşünürlər ki, əgər yad planetlər mövcuddursa, onlar işıq sürətinə malik olan texnikaya sahib olmalıdırlar ki, yer kürəsinə gəlib çıxa bilsinlər. Yaxud yerdə texnologiyalar o dərəcədə inkişaf etməlidir ki, biz ən uzaq planetlərdə həyatın mövcudluğunu araşdıra bilək. Bax belə dostlar, indi gəlin telepatiya və telekinez bacarıqlarının sözlərinin mənalarına baxaq. İlk gördüyümüz deməli əşyaya təsirdir. Bu telekinez adlanır. Telepatiya isə insanların düşüncələrinə təsir göstərmədir. Bu isə telepatiya adlanır. Gəlin ki, müzakirə hissəsinə baxaq. Aşağıdakı problemə münasibət bildirməklə onların gəlişinə hazır olmalıyıq mövzusunda müzakirə keçirin. Əgər yad planetlər bizim planetə gəlib çıxa bilirlərsə, deməli texnoloji cəhətdən bizdən üstündürlər. İstəsələr planetimizi zəbt edib insanları əsir edə bilərlər. Biz onların mərhəmətinə ümid etməliyikmi? Təhlükənin qarşısını necə ala bilərik? Dostlar, gəlin belə danışaq. Bəlkə bu yad planetlər mərhəmətlidirlər. Əgər onlar mərhəmətlidirlərsə və bizim planetə gəlib çıxa bilirlərsə, deməli onlar bizdən daha yaxşı inkişaf ediblər və onların ağılları daha yaxşı işləyir. Deməli biz onlardan müxtəlif elmi sirlər öyrənə bilərik. Yox, əgər onlar təhlükəlidirsə, o zaman biz nə etməliyik? O zaman biz yer planetindən başqa planetlərdə yaşamaq üçün münbit bir şərait olduğunu araşdırıb tapmalıyıq ki, belə bir hal baş verdikdə planetimizi onlar zəbt etdiyi zaman biz də başqa planetlərə gedə bilək. Yəni bunun ətrafında siz də öz düşüncələrinizi bölüşüb müzakirələr apara bilərsiniz. Deyə baxırıq, təsəvvür edin ki, yad planet ilə qarşılaşmısınız. Bu haqda hekayə yazın. Hekayəni yazmaqda məqsədinizi müəyyən edin, hekayənin planını tərtib edin, yad planetli və onun gəldiyi uçan boşqabı ətraflı təsvir edin. Bunu isə artıq siz öz düşüncələrinizdən yerinə yetirərək təqdimatınızı başqa deməli sinif yoldaşlarınızla müzakirə edəcəksiniz. Bax bu qədər dostlar, sizinlə sağollaşıram. Yeni dərslərdə görüşmək ümidi ilə sağ olun, salamat qalın.